Kişi qəzəblidirsə evdə, həyat yoldaşı onun yanında necə yaşayır mən bilmirəm. Nələrə dözür mən bilmirəm. Şəhid də olsa bu kişi, şəhid də olsa, qəzəb səbəbindən ailəsini narahat edən kişi qəbr əzabını mütləq görəcək. Şəhid də olsa. Qadın da elə. Vay o gündən ana evdə əsəbi olar. Ana xüsusilə önəmli məsələdir bu məsələdə. O ailədə nə aramlıq olacaq, nə mühit olacaq. Qəzəbli adam sizcə imanını qoruya bilər ümumiyyətlə? Əl-qəzəbu yufsidul iman kəma yufsidil xal əl-əsəl. Görmüsünüz, balı xarab eləmək çətindir. Balı günün altında saxla xarab olmur, istidə saxla xarab olmur, soyuqda. Bal xarab olan bir şey deyil, amma sirkə balı xarab eləyir. Balın içinə sirkəni tök içinə.